Deli kimi sevdim, güzel delini. El verdin, yandırıp yaktı elimi. Seçip cümlelerin en güzelini. Titreyip söyledim sözümü sana. Sevdirebilmedim özümü sana. Alışıp yanardım, göz isteseydim. Bir nəğmə olardım, söz isteseydim. Alışıp yanardım, göz isteseydim. Bir nəğmə olardım, söz isteseydim. Beni görmək üçün göz isteseydim. Kör kalıp vererdim gözümü sana. Sevdirebilmedim özümü sana. Kör kalıp vererdim gözümü sana. Sevdirebilmedim özümü sana. Həsrəti vüsalı qaşa sevdirdim. Üşüyen əlimi qışa sevdirdim. Yalın ayağımı daşa sevdirdim. Tanıda bilmədim izimi sana. Sevdirebilmedim özümü sana. Alışıp yanardım, göz isteseydim. Bir nəğmə olardım, söz isteseydim. Alışıp yanardım, göz isteseydim. Bir nəğmə olardım, söz isteseydim. Beni görmək üçün göz isteseydim. Kör kalıp vererdim gözümü sana. Sevdirebilmedim özümü sana. Kör kalıp vererdim gözümü sana. Sevdirebilmedim özümü sana. Alışıp yanardım, göz isteseydim. Bir nəğmə olardım, söz isteseydim. Alışıp yanardım, göz isteseydim. Bir nəğmə olardım, söz isteseydim. Beni görmək üçün göz isteseydim. Kör kalıp vererdim gözümü sana. Sevdirebilmedim özümü sana. Kör kalıp vererdim gözümü sana. Sevdirebilmedim özümü sana. Sevdirebilmedim özümü sana. Axşamınız xeyir olsun değerli kanalı izləyiciləri. Hər birinizi tanıdığım bizi model layihəsinin 7-ci həftəsində xoş gördük. Canana səni də salamlayıram. Dəyərli ekspertlərimizi salamlayıram. Necəsən Canana? Yaxşı. Çox gözəl görünürsən bugün maşallah. maşallah. Bugün fransızca kimi istədim görsənim. Çox gözəl. Bugünkü bizim verilişimizdə bütün ölkələrin geyimləri olacaq. Millətlərin, bəli, geyimləri nümayiş olunacaq. Mən də Fransanı seçmişəm. Bugün yaxşısan. Çox şükür yaxşıyam. Dünən yaxşı deyildim, bugün yaxşısan. Bəli, sənin yanında yaxşıyam. Baxma, fikir vermə, kim kənardan nə danışır, umursama. Bilirsən, danışırlarsa demək ki, sən varsan. Bəzən əvvəllər mən də sənin kimi idim. Kimsə nəsə danışanda pis olurdum, üzülürdüm. Deyirdim, bu mənim haqqımda niyə bunu dedi? Takılıb qalırdım həmin o mövzuda. Amma indi kimsə nəsə danışırsa, deyirəm, varam ki, danışırlar. Əksinə, keçən dəfə də dedim, bacardıqları qədər pisliklərindən qalmasınlar. Nə qədər istəyirlər, haqqımda danışsınlar, pislik etsinlər. Mən bütün bunlardan güc alıram. Əksinə mənə güc verirlər. Bilmədən, istəmədən mənə güc verirlər, eləcə də sənə. Yəni, nə qədər danışsınlar, sən yenə də öz yolunla irəli get. Düz deyirsən, sənin bu fikrindən razıyam. Biraz depressiyaya düşmüşdüm, ancaq çıxartdınız məni depressiyadan.
Yəni Dəymir. Kiməsə görə üzülməyə dəymir, həqiqətən. çünki insanlar başa düşmürlər. Kommentlərində belə adamı qınayanda sanki sevinirlər. Pis günlə sevinən insanlar çoxdur. Mən də istəmirdim ki, mənim pis günümü, yəni düşündüm, paylaşsınlar. Artıq qalmaqaldan bezmişəm. İstəyirdim həmişə yaxşı işlərimdən danışsınlar. Bu boyda işlər görürəm, onu yenə də getdim. Danışmayacaqlar. Yenə də gedirlər. Yenə də getdim, Bəli. düşdüm. Qonşu kanalların birində qalmaqala. Amma getmə daha. Yaxşımı? Artıq Söz son verirsən? qoyuram bunu. Söz versən? Söz verirəm. Artıq Getmə, səni bu yalnız cür qoy tanısın tamaşaçılar. Bax, gör nə gözəl işlər görürsən. Türkiyədə getdin, uğurla geri döndün vətənimizə. uşaqlarımız üçün əlimizdən Uşaqlar gələnləri üçün edirik. layihəmizdir, maraqlı da layihədir, hər kəs tərəfindən sevilir. Və yeri gəlmişkən, dəyərli izləyicilərimiz, 5-15 yaş arası seçim turlarına artıq başlamışıq. Tanıyın, tanıdın bizi. Model layihəsi 2-nin seçim turlarına start verildi. 2 həftədən sonra Tanıyın, tanıdın bizi model layihəsi 1-in qalibi seçiləcək. Məhz bu studiyada seçiləcək. Odur ki, 055 645 19 65 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Xahiş edirəm, nömrəyə yalnız verilişlə bağlı, yarışmaya qatılmaqla bağlı müraciət edin. Digər kommentlərinizi özünüzə saxlayın, çox xahiş edirəm. Mən blok etməkdən bəzi nömrələri bezmişəm. Mən yorulmuşam, amma siz yazmaqdan yorulmursunuz. Lazımsız mesajlarınızı özünüzə saxlayın. Çünki bu iş nömrəsidir. Bunu xahiş edirəm bəzi insanlardan. Yalnız və yalnız qeydiyyat üçün 055 645 19 65 nömrəsini yaza bilərsiniz. Əks halda blok olunacaqsınız, bildirim biləsiniz. Çünki dünəndən bura bezmişəm, inanın ki, nömrələri blok etməkdən. Yarışma qalır kənarda, şəxsi mövzularla, şəxsi istəklərlə, şəxsi lazımsız fikirlərlə yormaq lazım deyil insanları. Rəvan bəy, neçə yaşdan neçə yaşadır? 5-15 yaş arası qız və oğlan, istedadlı olan model uşaqları qeydiyyatdan keçirdə bilərsiniz və inşallah ki, Tanıyın, tanıdın layihəsi 1-in qalibini seçəcəyik. Birlikdə, dəyərli ekspertlərimizlə birlikdə təbii ki. Və hər zaman olduğu kimi Tanıyın, tanıdın bizi model layihəsinin daimi ekspertləri. Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycanın gözəllik simvolu statusunu daşıyan yeganə model və aktrisa. Azərbaycanı digər ölkələrdə 100 ölkə arasında dünya üzrə 5-liyə daxil olan dünyanın ən gözəl qadın adına layiq görülən Nayina İbrahimova bizimlədir. Xoş gördük. Statuslarınız o qədər çoxdur ki, maşallah, səhərə qədər saysan bitməz. Для меня, знаешь, очень важно, ты заговорил про Египет, где я достойно подняла флаг нашей страны. Mənim üçün çox önəmlidir. Hansı ki, sən Yegiptlə bağlı fikrini bildirdin. 100 ölkə arasında mən orada layiqli yerimi tutdum, Azərbaycan bayrağını ucaltdım. Да, и я привезла единственный из 100 стран, это грант-номинацию в Азербайджан и 3 номинации. Я благодарю компанию Beautiful on the Universe. И я взяла, честно говоря, на себя большую ответственность. Mən öz öhdəliyimə böyük bir məsuliyyət götürdüm. Когда получила такое предложение. Belə bir təklif alanda. Да, но я взяла на себя ответственность и достойно подняла флаг нашей страны. Я это сделала ради своей страны и приняла участие в данном международном конкурсе, так как Азербайджан впервые участвовал на данном конкурсе. Azərbaycan ilk dəfə idi ki, belə bir layihədə iştirak edirdi və mən bu məsuliyyəti öz üzərimə götürdüm, layiqincə də təmsil etdim. Təşəkkür edirəm. Çok sağ olun. Hamınızı salamlayıram. Azerbaycan xalqını təbrik edirəm. Что я вам хочу сказать? Вы очень красивые, çok güzelsiniz, с прекрасной песней. Я приветствую этот канал, канал С, вашу передачу, продакшн номер 1. То, что вы делаете, Раван, то, что делает твой партнер Нахид, то, что вы делаете для детей, то, что прошло в кинотеатре Низами, столько добра, столько благотворительности. Orxan, birazdan sujetimizə hazırlayarsan konsertimizlə bağlı, onu da verərik. И что касается тебя, Джанана, если твоя душа хочет петь, то ты пой, ты не приносишь вреда никому, ни детям, ни людям. Üzr istəyirəm Nayina xanım, reklamların vaxtıdır. Reklamlardan dərhal sonra bu mövzu ilə qayıdarıq. Reklamlar dəyərli izləyicilərimiz.
Davam edirik Nayna xanım, fikirləriniz yarıda qaldı, buyurun. Да, я хочу сказать, что Джанана, Mən demək istəyirəm ki, Canana, если ты поешь, əgər sən oxuyursansa, ты не причиняешь вреда ни детям, sən heç ни kimə, людям. nə uşaqlara, nə insanlara pislik etmirsən. Тем более стране. Ты не причиняешь никакого ülkəmizə. вреда. Есть очень много людей, которые не великие поэты, но они хотят писать Elə стихи. insanlar var Пусть ki, o пишут. qədər də məşhur və dünya şöhrətli nə şair deyirlər, nə incəsənət xadimləri deyirlər, amma yenə də yazırlar, Da. oxuyurlar. Есть люди, которые не актеры, но они İnsanlar хотят var ki, читать aktor стихи. deyirlər, amma şeir oxumaq istəyirlər, şeir yazmaq istəyirlər. Да, и они, когда читают, да, например, Onlar профессиональный oxuyanda человек видит, да, какие-то... Peşəkar insanlar görür də Да, onu. но даже не профессионал, который вот душа Amma хочет peşəkar читать olmayan стихи, insanlar он var ki, hansı настолько ki, ürəkləri oxumaq искренне istəyir, может прочитать, это и ürəkdən oxumaq мужчины istəyirlər. касается, и женщины. Ну пусть ради Бога делают, лишь бы не причиняли людям вред. Пусть каждый идет... Buraxın kim nə istəyirsə, hansı sahə ilə məşğul Da. olmaq istəyirsə etsinlər. Da. Yetər ki, onlar başqa insanlara, digər insanlara pislik etmirlər. Bunu demək istəyirəm. Конечно, Ayla xanım. каждый вообще должен идти своим путем. Hər kəs Джанана, öz yolu ilə getməlidir. что я хотела бы тебе Canana, sənə nə сказать? demək istəyirəm? Я хочу сказать, Arada что sən də tərcümə elə də. Üstünü bilirsən, tərcümə elə sen də. tertemiz Rus dilini bilirsən и все ты Tərcümə elə, buyur. понимаешь. Sənlə Mən danış. nə deyirsən, sən hər şeyi başa düşürsən. Джанана, что я хочу тебе сказать, что, например, лично ты меня тронула, да, тем, что я понимаю, что в любом шоу-бизнесе мира, да, говорят, антиреклама тоже реклама, да, это нормально, да, Yani как bütün бы show business'te в любом, и в Голливуде, и reklam olmalı. везде так, да. И, Джанана, например, то, что я видела в кинотеатре Низами, то, что сделал продакшн Number One, вот то, что я видела своими глазами, как ты могла петь на сцене в дуэте, вы, со слепой девочкой, с инвалидом, как ты Orxanın бережно, sujetimiz hazırdır. как ты atmışdım бережно sənə. к ним относилась. Джанана, это уже Onu говорит bəlkə verək, о Nayla твоей xanımın душе, sözünə qüvvət. O понимаешь? sujetimizi О yayında. твоем сердце, о O твоем zaman izləyək. отношении Nayla к xanım, детям. konsertdən olan sujetimizi Да, gəlin birlikdə очень izləyək. хорошо, lap yaxşı. Təşəkkür edirik. Bəli, bu Number One Production-ın rəhbəri olduğum Number One Production-ın təşkilatçılığı ilə Biz birlikdə güclüyük. Biz birlikdə güclüyük adlı konsert idi. Mən Nahidə də təşəkkür edirəm. Biz bunu aylardır ki, hazırlaşırdıq bu proqram üzrə və bir çox bizim layihələrimizin yetirmələri, Azərbaycan Ulduzu layihəsinin və fiziki məhdudiyyətli olan Tanıyın Tanıdın bizi layihəsinin və Tanıyın Tanıdın bizi model layihəsindən də bu yarışmadan da uşaqlar var idi. Yusuf Zeynalov, Mətanət İskəndərli, Hüseyn Dadaşov və Elay Quliyeva fərqli çıxışlarla həmin konsertdə çıxış etdilər.
Gələn həftə inşallah ki birbaşa konsert yayımlanacaq. İnşallah anons, təbii ki anonslar veriləcək. İzləməyə dəyər dəyərli izləyicilərimiz. Bəli, Nayla xanım, buyurun, davam edin. Раван, что я хотела бы сказать, да, я вот уже дважды присутствую, да, на вашем концерте и на вашем награждении. Вот ты знаешь, я слышу о том, что ты говоришь, да, вот люди говорят, да, или делают какие-то комменты. Вот клянусь, это такой гюнах. Почему? Потому что то, что делаете вы, то, что делает продакшн номер 1, я тоже, да, работала с разными продакшенами и контрактами, и у меня сейчас до сих пор контракт с мировой компанией Beauty Queen on the Universe, кстати, которые тоже очень поддерживают и благотворительность, и права женщин. Это очень серьезная компания Швейцарии, понимаете меня. И поэтому то, что вы делаете для таких детей, да, вы им даете столько надежды, столько жизней, что они понимают, что они этому миру нужны. Это слепые дети, это глухонемые дети, это дети на коляске. Я их сама видела, понимаете. Я их тоже поддерживаю, как только могу. Поэтому то, что делает вам продакшн, вы им, да, жизнь дайте. Это вот Бог видит все. Понимаешь, Ravon? Ki, mən o lazımsız kommentlər yazan insanlara demək istəyirəm ki, o lazımsız kommentlər yazmaq əvəzinə bu insanların gördüyü işləri danışın, müzakirə edin. Çünki bu production'ın gördüyü işlər gözləri görməyən, fiziki məhdudiyyətli olanlar, cerebral iflic və ya digər sağlam uşaqların birgə bir-birləri ilə məşhurlarla çıxışlarını, konsert proqramlarını təşkil edirlər və qeyd etmək istəyir ki, mən 2 konsertdə iştirak etdim, Number One Production təşkil etdiyi və ikisindən də məmnun qaldım. Çünki onlar bu konsertlərlə, bu tədbirlərlə o uşaqlara həyata baxışlarını dəyişirlər. Sevinç bəxş edirlər, bəli. Надежду. Кто-то, многие из них талантливые. Понимаешь, Раван, на самом деле, да, вот чем заниматься, да, вот выяснениями, кто как поет, нужно задуматься вот увидеть истину. А в чем истина? Production number 1. Вы могли бы взять и записать дуэты со звездами, да? Да, и выступить прекрасно, понимаешь, снять клипы. Ты та же самая Джанана, ведь не так? Но вы выходите на сцену и поете с детьми инвалидами, со слепыми детьми. Вы им столько счастья даете, радости даете, надежды даете. Bir söz deyim. Bugün xəstəxanaların birində Nahidlə dayanmışdıq və orada içəri Down sindromlu bir hardasa 16-17 yaşında yeniyetmə bir oğlan idi, daxil oldu. Siz bizi görsəydiniz orada, biz sanki illərdir bu uşağı tanıyırıq. O qədər sevinclə az qaldıq ki, belə qucağımıza, bağrımıza basaq. Xeyr, başqa bir uşaq. Nə demək istəyirəm? İzləyib görüb də. Məqsədimiz nədir? Bu cür fiziki məhdudiyyətli olan uşaqları cəmiyyətə inteqrasiyasını bərpa etmək. Olmaz ki, onları əvvəllər var idi ki, məsələn, fiziki məhdudiyyətli bir uşaqlar görəndə Down sindromlu, autizm sindromuna əziyyət çəkən insanları görəndə insanlar çəkinirdilər, çalışırdılar ki, uzaq dursunlar və ya uşaqlarını uzaq tuturdular. Amma indi əksinə olmaz. Onların da yaşamaq üçün haqqı var, onların da istedadları var, onların da bacarıqları var. Bizim o qədər dahi, nəinki bizim, dünyada o qədər dahi insanlar var ki, autizm sindromundan əziyyət çəkir. Многие мировые вообще Bəli, великие люди. Ona görə də bizim məqsədimiz, amalımız nədir? Эйнштейну поставили диагноз, Dediyiniz kimi, biz burada bəzi o proqramlar kimi, necə ki, 4-5 müğənnidən başqa müğənni tanımırlar. Çağırıb burada bir-birinə qırdırıb, qalmaqal yaradıb, qəşəng reyting qazana bilərdik. Amma istəmirik bunu. Sağ olsun kanal rəhbərliyimiz də bizə düzgün şəkildə istiqamətləndirmək üçün bizə şərait yaradır ki, biz bu layihələrimizi bu kanalda yayımlayaq. Tanıyın bizi. Artıq fiziki məhdudiyyətlər üçün olan layihəmizin 4-cü buraxılışındayıq. 2 həftədən sonra 4-cü buraxılışımızın finalıdır. Artıq Hicran xanım 5-ci layihəmizə keçid alırıq. Bilirsiniz bu nə deməkdir? Hər layihədə də 10 uşaq. 40 uşaq elə tanıyın layihəsi tanıyın bizi fiziki məhdudiyyətlər üçün olan yarışmadan çıxıb. 70 uşaq. 40 oradandır, 30 Azərbaycan ulduzundandır. 3 buraxılış da oradadır. 10 nəfər də bu layihədə. 80 uşaq var.
Hal-hazırda Вот поэтому это какое должно быть сердце, понимаете, как вам сказать, в каждом человеке, да, можно увидеть хорошее и плохое, но это такой плюс, это говорит о том, что вы люди, которые умеете сострадать, которые помогаете, и помимо детей, которые могут быть слепые, дай Бог им счастья по жизни, дай Бог. Allahdan şəfa diləyirik. Да, и Təbii ki, есть biz də. и здоровые, талантливые дети у вас там, победители, Əlbəttə, вот onlar в чем Azərbaycan дело. ulduzu layihəsi digər layihələrin Да, вы gətirmələridir. поднимаете Biz всех onları da детей, kənarda все qoymuruq, равны, təbii вот ki. как Biz бы onları у вас. birləşdiririk. Birləşdiririk. Да, вы вместе соединяете, поэтому вы делаете очень благое дело. И вы на вашем концерте, я видела, как 4 часа зал не расходился. Там были и ученые, и народные saat ərzində, артисты bəli, из zal разных сфер. boşalmadı. Никто Sona не qədər уходил hər kəs из izlədi. зала, все Hər kəs deyirdi оставались. ki, 4 saat belə hələ olmayıb. Nizam Kənan Хотя Şahid очень Hələ часто- bilirsiniz ki, Ramazan ayıdır. Bəli. Hər kəsin orucu, iftarını Da. açar. Axıra kimi. Sağ Siz olsun sizeli. sizin Hicran xanım. atanız. Da, вы xalq пригласили rəssamı, моего Azərbaycan отца. Respublikasının xalq rəssamı Да, Ali он тоже İbrahimov пришел. konsert bitənə qədər Hicran xanım orucunu açmayıbmış. Да, мой Konsert отец bitənə не qədər. открыл, но он сказал, что я обязательно пойду, и я поддержу это мероприятие. Если они меня пригласили, я там буду. Təşəkkür edirəm Nayla xanım. Dəyərli Да, fikirləriniz спасибо üçün вам. Və вам, потому что maarifləndirici fikirlər то, söylədiniz. что вы əslində. делаете, дай Бог, чтобы было больше в шоу-бизнесе вот таких вещей, Nayla таких xanım demək istəyir ki, sizin поддержек. gördüyünüz işlər kaş ki şou biznesdə daha çox olsun və daha çox dəstəkləsinlər sizi. İnşallah ki Вы добро, dəstəkləyərlər. да, несете? Вот что я хочу сказать. Бог это Siz видит. xeyirxahlıq, yaxşılıq nümayiş etdirirsiniz. Аллах deyir. her şeyi bilir Allah her и şeyi все görür ve видит, bilir. понимаешь? И Teşekkür все, ederim, Роман, Nayla у xanım. каждого свой путь в Hər этой kəsin öz жизни. yolu var Çox sağ olun. bu Təşəkkür dünyada. edirəm. Çok sağ olun. Var olun dəyərli fikirləriniz üçün və əynimdə gördüyünüz bu gözəl pencəyə görə mən işinin peşəkarı olan mənim nömrə 1 modelyerim və söz verib ki, yaxınlarda məşhur Türk ulduzunun bir geyimi var. Onu seçib atmışıq ona. Ondan da deyir o nə deyir onun yanında. Mən sizə ondan da 5 dəfə yaxşı Deyib söyləyəcəm. söyləyəcək. Və qeyd edim Çox ki, dəyərli iddialı izləyicilərimiz, bizim Azərbaycanımızın primadonnası Nayla xanım İbrahimovanın geyimi də məhz işinin peşəkarı olan Maisey Atelyenin rəhbəri Hicran Əhmədovaya aiddir. Dəyərli modelyerimiz, necəsiz? Çox sağ olun. Yaradırsınız da maşallah. Dayanmaq yoxdur da. inansan o- Yaradır. Bax geyimi bir dənə zəhmət olmasa qalxın Nayla xanım. Qoy tamaşaçılar Özdə əli o görsün qədər gözəlliyinizi. yüngüldür, o qədər dualı əllərlə tikib. Ya, mən Türkiyəyə Görün. onun geyimi ilə çıxdım da. Bu gözəlliyə baxın. Причем, Yaxından götürək. я тебе скажу, Роман, Gəlin bura, gəlin. да, платье сложно. С какими бы модельерами я ни работала, у меня такое счастье, что всегда на мне сложные фасоны должны быть, в которых... Görün nə gözəl geyimdir. Canan, sən də o tərəfdən kömək elə. Причем это Əsl, платье... əsl Azərbaycanımızın primadonnasına layiq. Sizin artıq adınız primadonna kimi qaldı. Причем, Роман, из этого платья мы все и думали, и такой можно сделать фасон. Значит, и такой можно сделать фасон. Он как будто античный греческий. Просто güzel, еще ленты hakikaten. прикрывают истинный фасон платья, понимаете, да как? Təşəkkür И edirəm Nayla xanım. Var olun. и такой чисто классический, да? Да. Hicran xanım. Hicran Спасибо, xanım. Саулу, Elinize sağlık. Hicran Ханум. Мне всегда приятно работать с талантливыми модельерами. Mənə hər zaman честно. xoşdur. Это İstedadlı тоже modellərlə творчество çalışmaq. и это другое искусство. Hicran xanım, tamaşaçılar salamlayın. Efir qarşısında olan və studiyamızda olan hər bir kəsi salamlayıram, iştirakçılarımıza uğur diləyirəm. Əslində danışmağa söz həddindən artıq çoxdur. Uşaqlar barədə, sizin konsert barədə, yəni bir qədər bundan əvvəl reklam gedirdi. Mən elə baxıram, elə bir yenidən özümü konsertin ab-havasındakı kimi hiss edirəm. Heç uşaqlara uğurlar diləyirəm, sizin yeni layihələrinizdə uğurlar diləyirəm. Qaldı ki, Canan xanımın depressiyaya düşməsi. Canan xanım, bu hər kəsdə var. Yəni, həmkarlarımız sizin sözünüzün qüvvəsi irəli gedən insanların qarşısını kəsməyə hamı həmişə can atır. O insanlar ki, özləri heç nə eləyə bilmirlər. Həyatda heç nəyin ayrı olmayan insanlardır. Bəli, mənim də qabağımı çox Digərlərinin qarşısını kəsiblər, kəsməyə maniyə çalışırlar. olublar hər barəsində, amma son vaxtlar artıq öz yoluma davam eləmək üstün Önəm tutdum. vermirsiniz. Kiminsə sözünü, önəm vermirəm, kiminsə sözünü qulaq asıb özümə qapanmaqdansa, qoy mən işimlə irəliyim. Zaten istəyən sevinir, istəməyən zaten özü kahrolur. Türklər demiş ki, yəni bu getdi qabağa. Yəni mənim yaralı yerim övladlarımdır. Hər zaman da ona toxunurlar. Yəni bunu uşaqlarım da görür TikTok səhifələrində və onlar da fikir eləyirlər.
oğulların fikir eləməyinə yanıram ki, niyə mənim uşaqlarım fikir eləmədilər? Olan şeydir. Boş İnşallah verin. belə olmaz. Hər kəsə uğurlar diləyirəm. İnşallah belə baxıram verilişimiz çox gözəl, pozitiv bir Bəli. arzu ilə başladı. Sizlərə təşəkkür eləyirəm. Və bir şeyi xahiş edən kənara çıxım ki, mən televiziyaya Rəvan bəyin dəvəti ilə gəlmişəm. Yəni çox verilişlərə dəvət almışdım, amma getmirdim sözün düzü. Və sizinlə bir yerdə olmaq mənim üçün qürurdur, fəxrdir. Həqiqətən inşallah ki, davamlı olar. Və səbirsizliklə o məşhur geyimimizi gözləyəcəm. İnşallah. Tədbirdə də bütün iştirakçılar üçün Aa, Hicran heç onu, xanımın bəli, qeyd geyimləri etmədim. hədiyyə olmuşdu. Bəli, bütün qızlarımıza, tədbirdə iştirak edən, çıxış edən layihələrimizin yetirmələrinə, qızlara, hər birinə Hicran xanım, əslində mən bu mövzunu 4-cü gündə hazırlamışam sabah üçün. Sabah sizi gözləyəcəm. Mənim hövsələm yoxdur, hər zaman toxunuram. Və konsertin əsas eksklüziv görüntüləri ki var, onları təqdim edəcək sabah. Hicran xanım öz əlləri ilə hazırladığı geyimləri tam təmənnasız şəkildə qızlarımıza hədiyyə etdi. Gözəl qəlbinizə görə var olun. Və söz verib ki, gələn dəfə oğlanlar üçün hazırlayacaq. İnşallah. Çünki çatdıra bilmədi vaxta görə. Həm də maşallah qızlarımızın sayı daha çox idi. 30 idi. 30 qız idi. Oğlanların sayı az idi, 10 idi. Amma bu dəfə oğlanlar üçün eləyərsin inşallah. Oğlanlar üçün inşallah. Təşəkkür edirəm. Və Canana, söz səndədir. Buyur, iştirakçılarla bir-bir bizi yenidən, yaxından tanış elə. Bugün nə hazırlayıblar, hansı çıxışlarla tamaşaçıların qarşısına çıxacaqlar. Birinci iştirakçımız Elay Quliyev. Elay Quliyeva. SMS kodu 8-dir Elayımızın. Çox möhtəşəm geyimdədir. Elay, xoş gəlmisən. Necəsən? Xoş gördük. Bugün sən hansı ölkənin geyimini geyinmisən? Misir hökümdarı. Misir. Geyimini kim hazırlayıb? Ana. Elayın geyimini Rəvan bəy anası hazırlayıb və bir gecədə hazırlayıb. Möhtəşəm. Təşəkkür edirik. Anasının adı Pərvin xanım. Pərvin xanıma təşəkkür edirik, maşallah. İcran xanım, sənətinizi alırlar bizdən. Bir qədər əvvəl siz deyəndə mən məhəttəl qaldım. Elə bildim, özəl olaraq hardasa bir sifarişlə tikilibdir bu. Yəni, özəl tasarım Dəqiqliklə hazırlanıb. çox gözəldir. Xanımın əllərinə sağlıq. Gələcəkdə iş birliyi eləyərik inşallah. Misir dilində salamlaya bilərsən izləyiciləri? Yox. O zaman gəlsin, sənin iştirakına baxaq.
Təşəkkür edirik. Elay Quliyeva, SMS kodu 8. Və dəyərli izləyicilərimiz, qeyd edim ki, bugün yarım finalçılar seçiləcək, dördlük seçiləcək və diqqətli olmağınız xahiş olunur. Çünki bu günlərim iştirakçıların arasından 5-likdən 4-lük seçiləcək. Bu o deməkdir ki, gələn həftə 3-lük finalist seçilir, digər həftədə isə qalib seçiləcək. Sevdiyiniz, bəyəndiyiniz iştirakçını yarışmanı tərk etməsini istəmirsinizsə, number1.az saytına daxil olub 1, 5, 10, 20, 50, 100, 250 və 500 səs göndərə bilərsiniz. Nainə xanımı eşidək. Üzr istəyirəm, Canana, söz verək, Elay danışsın. Danış. Kimdən səs gözləyirsən? Ağdamlardan. Ağdamlardan. Sahil qəsəbəsindən. Sahil qəsəbəsi. Mən bu obrazda bir ilan görmək istəyərdim. Çox gözəl çıxış etdin. Sağ olun. Geyiminə görə kimə təşəkkür edirsən, Elay? Anama. Can. Gözəl. Rəng Nainə çalarlarını xanımın fikirlərini eşidək. Вот ведь первый вышел Египет. Уже Египет настолько мне близок. Mən də Nainə xanımı Egipt paltarında görmək istəyərdim. Kleopatra Canana, obrazında. Kleopatra- Orxan deyir, Canana xanımdan xahiş edir, Nainə xanımın sözlərini tərcümə etsin. Mən səsləri hesablayıram. Джанана, я понимаю. Образ Клеопатры на самом деле я делаю с 2000 года. Образ Клеопатры. Да, и в своем авторском фотопроекте, и в клипах, и режиссеры потом меня использовали в образе Клеопатры. Почему я сегодня не пришла в образе Клеопатры, Рава? Bilirsiniz nəyə görə mən gəlməmişəm bugün Kleopatra Последний obrazında? раз я представила этот образ на Axırıncı dəfə mən Beauty bu Queen obrazı on the Universe, на göstərəndə представление нашей страны Азербайджан в Azərbaycan Египте. təmsil edəndə Egiptdə. И так как меня пригласили как актрису, да, и модель участвовать на Məni həm подобном aktrisa, həm конкурсе, model kimi təqdim конечно, я показала Чагылmışdılar. образы Мерлин Монро и Майкла Джексона, они этого хотели, Мерлин и Монро Клеопатру, образында. и даже Нефертити. Образ я тоже Nefertiti сделала. obrazında, Kleopatra obrazında orada Да, çıxış их eləmişdim. этот ролик признали там лучшим, и это правда. Ən gözəl rolik olaraq orada Да, это seçilmişdi. правда. Да, почему я не пришла? Потому что в образе Клеопатры, потому что, Джанана, я посчитала, что это не очень, да, как бы профессионально, потому что я бы сейчас, знаешь, как у Клеопатры, у меня 3 платья Клеопатры есть, я бы сейчас пришла в таком, этом, что зачем мне девочку Клеопатра как-то вот geyimi var. sбивать, да? Uşaqlarla eyni olmamaq üçün Да, да, чтобы obrazı она seçmədim. не видела, что istəyirəm, Nainə здесь xanım. сидит Клеопатра профессионально. Да, Çox üzr istəyirəm. Mənə deyilir reklamların vaxtıdır. Çox- Reklamlardan dərhal sonra birbaşa sizin fikirlərinizlə qayıdacağıq. Reklam. Davam edirik dəyərli izləyicilərimiz və bizim növbəti qonağımız Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə Kafedrasının dosenti, Fəxriyə Xələfova Moda Evinin təsisçisi və rəhbəri Fəxriyə xanım Xələfova bizimlədir. Xoş gördük. Necəsiniz Fəxriyə xanım? Çox təşəkkürümü bildirirəm. Mən də salamlayıram həm sizi, həm hörmətli müsiflərimizi və iştirakçılarımızı, tamaşaçılarımızı və görürəm ki, çox gözəl kostyumlardır, obrazlardır. Müxtəlif millətlərin geyimlərini nümayiş Bəli, etdirəcəklər artıq bugün. tapşırıq gələndə uşaqlar özləri də seçim eləmişlər, görürəm. Napoleonumuz da var, Carmenimiz də var. Yaponiyadan gələn qonağımız da var. Ilə bağlı. Kleopatramız da var. Nə gözəl. Misir qızımız. Və Fəxriyə xanım, Elayın anası hazırlayıb geyimi. Elay, mən həmişə rica edirəm, gəl yenə də baxaq sənə Elay. Bir dənə göstər. Musiqi səslənsin, Ortaya zəhmət bir olmasa. gəl Elay. Oo. Çox gözəl. Elay, aksesuarları da bir baxaq. Fəxriyə xanıma tərəf, müsiflərə tərəf dön, Elay. O tərəfə göstər geyimini. Çox gözəl. Çox bəyəndik. Bravo. Maraqlıdır, çox maraqlı geyimdir. Təşəkkür edirəm Fəxriyə xanım fikirlərinə görə. Nainə xanım, fikirləriniz yarıda qalmışdı. Buyurun, davam edin. То, что
Я говорю, да, я предоставила возможность ее почувствовать, да, в стране Египта. Mən onu Да. Egiptdə Поэтому я в образе Клеопатры, ну, зачем? Клеопатра Я образında бы сейчас təsəvvür пришла, etdim. сейчас вообще, знаешь, вся такая, еще актерский, Özü geyinməyib ki, uşaqlar o çıxış. да, подготовленная, профессиональная, и вела бы себя, пару жестов сделала бы, и это была бы Клеопатра. Ancaq mən çox Я istəyirəm дала- Nayna xanım bir dəfə sizi Marilyn Monroe obrazında görmək, yəni uşaqlarımızla Finalda görsün. bizə bir gün, sürpriz Michael edərsiniz Jackson yəqin ki. Да obrazında хорошо, если görmək. как Майкл Джексон приду, все, можно передачу Gələn həftə olar mı? заканчивать на этом. Gələn həftə olarmı Nayna xanım? Ну, один раз приду, да. Çox istəyərdim. Mən də Təşəkkür istəyərdim. edirik. Приду, хорошо. Ижран Поэтому я ханым дала eşidir. ей возможность, чтобы она чувствовала себя свободней, спокойней, чтобы не видела, да, что вау, сидит здесь Клеопатра, какая-то, Mən как ona bir всё. şərait yaratdım ki, özünü rahat hiss eləsin. Очень Sıxılmasın ki, красивое burada платье, çok Kleopatra güzelsen. obrazında biri əyləşib. Да. Təşəkkür edirəm Nayna xanım. Çox gözəlsən. Hicran xanım eşidək. Bəlkə bir xarici bir film var, Mumya. Orada Antinamon olur bir qızın adı, Mumyanın həmkarı, bilmirəm, keçmiş bəlkə də o yadınızdadır. Mən Elayı görən kimi kinodakı o xanım yadıma düşdü. Bir də rəqsi ilə də tamamladı. Çox gözəldir. Yəni uşaqların hərəsi bir istedaddır. Elay bu dəfə tamam bir başqa aurada idi. Anasına da çox sağ ol, təşəkkür Artıq edirəm. anasına da Bu iş cür təklifi gözəllik yaradır. verdiniz. Sizinlə bir çalışmağını yəni istədik. deməsəydiniz, mən həqiqətən inanmazdım ki, bunu anası evdə düzəldib özü. Özü də bir əli gün ilə içində. tikib. Tikiş maşını yoxdur, əli ilə tikibdi. Mən Gecə gördüm qoluna nəsə bərkidir. Dedim, yəqin nəsə qopubdu, bərkidir. Sən Yəni, demə burada özü Azərbaycan əlavələr xanımları hər edirmiş. şeyi bacar. Bəli, bəli. Elay Bu da ona çox bir gözəl, sübutdur. çox gözəl. Bir ana olaraq bir Bəli, gecə bəli. içində. Təşəkkür eləyirəm valideyninə ki, verilişimiz üçün evladını xüsusi olaraq əziyyət çəkib belə hazırlayıbdı. Çox gözəl, uğurlar olsun sənə. Təşəkkür Artıq edirik. demək heç nə yoxdur. Elayı yola salırıq. Möhtəşəm. Gözləmə Təşəkkür otağına. edirəm. Və dəyərli izləyicilərimiz, bir daha xatırlatma etmək istəyirəm ki, tanıyın bizi model layihəsi 2-nin seçim turlarına başlamışıq. 5-15 yaş arası oğlan və qız uşaqları müraciət edə bilər. Peşəkar münsiflərin qarşısında çıxış edəcəklər və tanıyın bizi model layihəsi 2-nin qalibi məhz sizin uşaqların olmasını istəyirsinizsə 055 645 1965 nömrəsinin WhatsApp-ına qeydiyyatdan keçmək üçün yaza bilərsiniz və seçim turlarına artıq başlamışıq. Canana, növbəti iştirakçını dəvət edək. Tunar Nəsibov, SMS kodu 5. Xoş gördük Tunar, necəsən? Yaxşısan, necəsən? Bugün hansı geyimdəsən? Fransanın imperatoru Napolyon. İndi fransız dilində salamla, qoy fransızlar da səni Burja. tanısınlar. Burja. Bonjour deməli. Tunar Nəsibov, SMS kodu 5. Fəxriyə xanım eşidək.
Musiqi də belə çox təmtəraqlı idi və təbii ki, geyim vasitəsilə bu obraz yaradılıbdır. Bu tapşırıq mənim çox ürəyimcə oldu. Baxıram, çox xoşuma gəlir. Həm geyimlər, həm bizim iştirakçıların obrazları, həm o rolları necə ifa eləyirlər. Çox ciddi idi, tam bir imperator obrazındaydı. Düşünürəm ki, hansısa bir filmləri görmüsən Napolyon haqqında ya daha ətraflı məlumatın var? Napolyon tanıyıram, başqa heç nə bilmirəm. Olsun, amma əsas odur ki, nəyə görə soruşdum? Yəni tam bəlkə də yəni hansısa bir filmi görəndə ya teatr tamaşasını görəndə elə bir obrazı sonra təkrarlayırsan. Amma sən görmədiyin halda özün o obrazı yaratmısan. Bax, o maraqlı oldu. Və Fəxriyə xanım qeyd edək ki, bugün Tunarın ayağında bir balaca nasazlıq var. Buna baxmayaraq onu bildirmədi. Bu idmana gedir futbolist. Ona görə ayağını zədələyib. Tunar, sən həyatda da belə ciddisən? Bəli. Mən Tunarın üzünü çox nadir hallarda gülən gördüm. Bəli. Futbolistlər adətən belə olur idmançılar. Çox gülməklə araları olmur. Ancaq çox yaraşıb obraz buna. Sağ ol. Ayağın çox ağrıyır. Biraz. Təşəkkür edirəm Fəxriyə xanım. Dəyərli fikirləriniz üçün İcran xanım eşidək. Mənim fikrimcə, yəni hər kəsin fikrinə hörmətlə yanaşıram. Mənim fikrimcə bəlkə də Tunarın özünə oturan obraz ən uğurlusu bu idi. Çünki o ciddidir, fikir verirsin, necə ciddi, skromlu. Özü Tunarda var biraz, özü bilir ki, yaraşıqlıdır, onun üçün də biraz özündən razı. O necə özündən razı gəlir. Dünyanı mən fəth eləmişəm. Qurtardı. Çox qəşəng idi. Tunar, təbrik edirəm səni, uğurlar arzulayıram. Həmişə həyatda belə başın dik, məğrur, uğurla addımla. Elə travmalı olduğu da heç vaxt heç kəsə bildirmə. Bu heç kəs bilməsin. Mütləq gedib o filmi izləyərsən. Təşəkkür edirəm. Bir də kimdən SMS gözləyirsən, onu da səsləndir, zəhmət olmasın. Hər kəsə salam. Mənə baxanlar hər kəsə təşəkkürlərimi bildirirəm. Əsas da Kəlbəcərlilərdən və mənə səs verənlər hər kəsindən 1000 dəfə təşəkkürlərimi bildirirəm. Bu dəfə əmindən, xalandan istəmədin. Yox, Niyə? Səbəb nə idi? Elə əmim olsa da Kəlbəcərlidir də. Hə, tamam. Təşəkkür edirik. Tunar Nəsibovu bu yarışmada görmək istəyirsə, dəyərli izləyicilərimiz, number1.az saytına daxil olursunuz. 1, 5, 10, 20, 50, 100, 250 və 500 səs göndərmək üçün number1.az saytından göndərə bilərsiniz. Çox adam sual verir ki, Canana necə səs göndərək? Google-da number1.az yazırsınız, daxil olursunuz. Tanıdın bizi model layihəsinə. Papkası var. Ora daxil olursunuz və orada burada çıxış edən bütün iştirakçıların adı soyadları qeyd olunub və SMS kodları da qeyd olunub. İstədiyiniz iştirakçıya səs verib dəstək ola bilərsiniz. Qeyd edim ki, səs göndərərkən əlavə heç bir ƏDV və ya faiz tutulmur. Növbəti iştirakçı haqqında məlumat vermək istəyirəm. Canana bizi izləyir. Bayaqdan yazır ki, mən sizi izləyirəm. Yusuf Zeynalov. Səhhəti ilə bugündən bir balaca problem var, gələ bilmədi, amma bizi izləyir. Həbibi olmaq istəyirdi, ərəb geyimində çıxacaqdı. Bəli, Həbibi obrazını canlandırmaq istəyirdi, amma gələn həftə mütləq o obrazla, mən ona söz verirəm, o obrazla çıxış edəcək inşallah. Buyur Canana. Hüseyin Dadaşov, növbəti iştirakçımız. SMS kodu 17. Xoş gəlmişsən Hüseyin. Çox sağ olun. Hansı ölkəni təmsil edirsən? İspan. İspanca salamlaya bilərsən? Hola. Səslənsin Hüseynin musiqisi. Göstər.
Hüseyn Dadaşov. Davam edir hələ. Hüseyn Dadaşov, SMS kodu 17. Fəxriyə xanımı eşidək. Çox maraqlı bir obraz yaratdı. Bəli, obraz çox ekskluziv maraqlı olaraq. idi. Biraz mənə pantomima teatrını xatırlatdı. Naim xanım, я правильно так жанр поняла? На пантомиму было похоже. Pantomima sanki nəsə ifadə etmək istəyirdi. Ona görə biraz maraqlı gəldi mənə ki, orada nə baş verirdi, Mən nə şəxsən mən elə hadisələr. bir Fəxriyə xanım Bəli. düşündüm ki, bu Aha. planetdən hardansa düşüb Bəli. və Aha. həmin ölkədədir. Актерский этюд это было похоже. Bəli, çox Что maraqlı ты bir. делал? Biraz Скажи, qısaca da пожалуйста. olsa dinən ki, bax sən Nəyi hardaydın, göstərirdin sən? nəyi bizə? göstərirdin. Ага. Biraz Давай. Mən birinci biraz ortaya gəl. Aha, bəli. Aha, Eşitirik. aha, bəli. mən birinci uşaq kimi dünyaya gəlmişdim. Birinci hələ aktyorluq eləyirdim. Sonra böyüməyə başladım. Sonra orada adama kömək eləyirdim və kömək eləməyi sevirəm. Nə gözəl, nə gözəl. Bunlar da hamısı İspaniyada baş verirdi, düzdürmü? Yəni geografi olaraq. Hamısı İspaniyada. Sən Əsas öküz döyüşləri çox olurdu İspaniyada. bəli, bəli, Toreador. Sən də İspan idin. Nə gözəl. Çox xoşunuza gəldi, maraqlı idi. Kim bunu səhnəciyi qurub sənin üçün? Atamla mən. Atam, nə gözəl. Onların da fantaziyası bu yeri gəlmişkən çox maraqlı idi. İndi bildik nə baş verirdi. Tamaşaçılar da bildi nə baş verirdi. Maraqlı idi. Teşekkür ederim Fəxriyə xanım. Nainat xanım. Костюм у тебя хороший, Гусейн. Çok güzel. Kostyumu çox giyim qəşəng var. yaraşır sənə deyir Hüseyn. Это было похоже больше как на актерский этюд. Bu aktyorluq çıxışına daha çox bənzəyirdi. Да, но я не сужу тебя строго, А mən потому sən что buna ты görə- ребенок. Bəli. Ты изначально говоришь о том, что ты показываешь, как ты из ребенка превращаешься во взрослого человека, правильно? Sən fikirlərinlə belə izah edirsən ki, dünyaya gələn, yeni gələn körpə uşaqlıqdan böyüyənə qədər həmin bu prosesləri göstərirsən. Да, вот просто из-за того, что ты и сам Sadəcə ребенок, olaraq и из-за того, что, конечно, можно было актерски это доработать, можно düzdür, было bunu aktor просто kimi də это классно oynamaq olardı, сделать так, что canlandırmaq когда olardı. ты изображаешь ребенка, дети же, они всегда бывают очень чистые и наивные, они по-другому воспринимают мир. Ребенок может быть более улыбчивый и наивный, но когда он поднимается, Sadəcə olaraq sən onu его körpə выражение uşağı лица göstərdiyin меняется. anda Он onu видит, biraz gülərüz, он biraz видит этот мир daha совершенно fərqli göstərə другими bilərdin глазами. istəyir. Что такое? Düz deyirsiniz, yəni ki, həqiqətən uşaq Да, olur. уже Bilsəydi когда daha gözəl ребенок olar. может... Да, как бы здесь, ну это надо сыграть, это реально сложно. И то, что у него он делает эти жесты широкие, театральные. Real Ну, olaraq. замечательно. А кому ты помогал Möhtəşəm. впереди? Bəs irəlidə sən kimə kömək edirdin? Человеку. Что ты делал? Покажи, Он пожалуйста. упал, а я им помогла. Он упал? Да. O yıxıldı. Azərbaycan dedin, hə Hüseyn sən? Mən O başa yerə düşürəm. yıxılıb, mən də ona gəldim kömək edim. Ну ничего. Это тоже можно показать. Гусейн. Eybi yox, bunu da göstərmək olar. Я тебе скажу, как это Aktrisa olaraq делается. Naina xanım sənə obrazları Но все равно он, зачем его строго судить, Раван? Ну, красивый мальчик, красивый костюм,
Как мог, показал. Ну, считаем, что детский актерский этюд. Мы не будем его strogo судить. Молодец. Uğurlar. Təşəkkür edirəm Nayna xanım, dəyərli fikirləriniz üçün. Hicran xanım eşidək. Mən hər dəfə zaten Hüseyndən qeyri-adi bir səhnə gözləyirəm. Bizim həftənin birinci günü olan verilişdə də dəvət eləmişdiniz. Hüseyn orada bir səhnəcik görsədəndə mən çox kövrəldim. Rəvan bəy soruşdu ki, nədən kövrəldiniz? Müsiflər elə bildi, mən əli işimə xeyr, bəlkə də orada fikir vermədiniz. O Laçın mahnısı ilə oradan çiçəkləri dərdi, gətirdi, şəhid analar tərəfə qoydu. Onda mən şəhidlərin, sanki oydu, şəhidlərin qısa kəsilmiş cavan şəhidlərimizin yarıda kəsilmiş ömürlərini yadıma saldım. Yeri gəlmişkən Hicran xanım, sözünüzə qüvvət, efir vasitəsilə bayaqdan yazırlar. Dəyərli şəhid analarımız, daimi izləyicilərimiz, şəhid Emin İsmailovun anası, Məlahət ana, Sücayət ana bizi salamlayır, alqışlayırıq onları. Fəxriyə xanım sizi, Nayna xanım sizi, Hicran xanım, hər birinizi salamlayırlar. Deyirlər, Rəvan mütləq salamlarımı çatdır qonaqlara. Hər həftə deyir, izləyirik, çox sevinirik, baxırıq deyir. Az da olsa bizim üzümüzdə deyir, təbəssüm yaradırlar, təşəkkürlərini bildirirlər. Allahdan sizə can sağlıq arzu edirik, dəyərli Məlahət ana, Sücayət ana və sizin timsalınızda bütün şəhid analarımızı, şəhid ailələrimizi salamlayırıq. Allahdan şəhidlərimizə rəhmət diləyirik, qazilərimizə sizə can sağlıq arzu edirik. Davam edin, buyurun. Mənim yadıma Hüseyn o səhnəci ilə mənim xalam oğlu şəhiddir. Düzdür, mən bunu çox yerdə demirəm. Allah rəhmət eləsin. Ölənlərimizə rəhmət. Biz həmişə kiçik olanda o yonca çiçəkləri olur, onu yığıb çələng hörməyə. Sanki Hüseyn mənə şəhid xalam oğlunu bir daha yadıma saldı. Hüseyn, buna görə sənə təşəkkür edirəm ki, valideynə təşəkkür edirəm ki, bu tərbiyədə, bu əxlaqda, bu səviyyədə uşaqlar böyüdürlər. Onları bizim keçmişimizi, ən əsas şəhidlərimizi unutmağa qoymurlar. Bəli, Həqiqətən təşəkkür çox edirəm mən də dəyərli. Hüseynin Sağ ol, valideynlərinə, Hüseyn. var Uğurlar olsunlar. arzulayıram sənə. Hüseyn, müraciətinə elə reklamlara keçid alırıq. Kimdən səs gözləyirsən? Mən bütün Azərbaycanlıları salamlayıram. Bakının 32 kəndini də salamlayıram. Mənə dəstək olmaq istəyənlərdən və doğulduğum Şağın kəndindən Dadaşovlardan səs gözləyirəm. Və bütün hamılara Ramazan bayramı təbrik edirəm. Təşəkkür edirik. Dəyərli izləyicilərimiz, Hüseyn Dadaşov bu yarışmada görmək istəyirsinizsə, SMS kodu 17-dir. Numbervan.az saytına daxil olub 1, 5, 10, 20, 50, 100, 250 və 500 səs göndərə bilərsiniz. Qeyd edim ki, bugün 4lük yarım finalçılar seçiləcək və 3lükdə olan finalistlərin inşallah ki, biz evlərindən sujetlər hazırlayacağıq. Onlarla daha yaxından tanış olacağıq. Həm tamaşaçılara da maraqlı olacaq. Elə sizin üçün də maraqlı olacaq və ora tək getməyəcəyik. Mən çox xahiş edirəm, münsiflərimiz zamanınız olarsa bizimlə bərabər finalistlərin evlərinin qonağı olarıq. Onları daha yaxından tanıyarıq ki, finalda qalibi doğru-düzgün şəkildə tanıdaq tamaşaçılara və doğru seçim etmələri üçün tamaşaçılara kömək edək. Reklamların vaxtıdır, reklamlardan dərhal sonra davam edəcəyik. Ladies with an attitude, fellas that were in the mood. Don't just stand there, let's get to it. Strike a pose, there's nothing to it. Vogue. 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 Vogue.
Təşəkkür edirik Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycanın gözəllik simvolu statusunu daşıyan 100 ölkə arasında dünyanın 5 ölkəsi Grand Nominant mükafatına layiq görülən dünyada 5 gözəl qadın varsa, biri də Nayina xanımdır, həmin o siyahıya qatılıb. Təşəkkür edirik Nayina xanım. Çok güzel, muhteşem. Çok sağ olun, Hicran Hanım, что вы мне шили. Очень красивое, но очень сложное платье. Но я Hicran думаю, xanım, sizə я с ним təşəkkür edirəm ki, справилась. bu gözəl və çox çətin geyimi mənim üçün hazırlamışsınız. Minnətdarlığım bildirir Hicran xanım, Nayina xanım. Çox sağ olun. Var olun Nayina xanım və Дай Бог вам buyurun здоровья. əyləşin. Növbəti iştirakçımız çağırım. Və dəyərli izləyicilərimiz, Orxan, ürək döntülərini eşidək. Orxan, ürək döntülərini eşidək. Birazdan, təxminən 10 dəqiqədən sonra ilk yarımfinalçımızın adı bəlli olacaq. Amma hal-hazırda səsvermənin nəticəsinə nəzər salsaq, Xədicə Quliyeva və Hüseyin Dadaşov eyni səslədilər və sonluqdadılar, demək olar ki, Tunar Nəsibovla bərabər. Əgər sona qədər eyni səslə davam etsələr, yarışmanı ikisi birdən tərk edəcək. Odur ki, səsvermənin bitməyinə hələ ki var. Dəyərli izləyicilərimiz, Elay Quliyeva isə onlardan fərqli olaraq 55 səslə irəlidədir. Hər an Elay da gözləmə otağına düşə bilər. Tunar Nəsibov isə sonuncudur hal-hazırda. Nəticələr belədir. Odur ki, dəyərli izləyicilərimiz, bura qədər 7 həftədir dəstək olduğunuz iştirakçını yarışmanı tərk etməsini istəmirsinizsə, finala 1 həftə, 2 həftə qalmış. Səs verin, dəstək olun ki, ən az yarım finalist adın qazansın. Canana, buyur və üzr istəyirəm, ev tapşırıqlarına keçid almaq istəyirəm. Diqqət monitora, ev tapşırığı cizgi film qəhrəmanları olacaq. Əminəm ki, çox maraqlı həftə olacaq gələn həftə. Müxtəlif cizgi filmlərdən olan personajları canlandıracaqlar bizim iştirakçılarımız. Dörtlük təbii ki. Obrazda olacaq. Mən elə Allah verən bu gözəl kostyumumla Dalaşa. Mən Hicran xanım mənə gələn həftə geyim söz verib. Mən nəyindərim çəkməliyəm? Hicran xanım hazırlayacaq, mən də geyinəcəm. Allah canı sağ eləsin. Hansı cizgi filmi sevmisən? Mən Hansını izləmirsən? Tom və Jerry. Tom və Jerry. O zaman sən pişik olarsan, mən də şiçan. Daha nələr ay canına. Sən bu yarışmaya başlayandan mənə geyindirmədiyin geyim qalmadı. Sayəndə tamaşaçılar, izləyənlər mənə da demədiyi sözlər qalmadı ay canına. Mən elə kostyumda çıxsam yaxşıdır. Biz uşaqlar üçün bu verilişi hazırlamışıq. Ona görə onların könlü xoş olsun deyənə. Yenidən uşaqlıq illərə qayıtmaqsan canına. Bəli, istəyirəm. Bəli, inşallah ki, dörtlüyə qalan iştirakçılar hazırlaşarlar və çox maraqlı bir proqram gözləyirəm mən gələn həftə. Səbirsizliklə, çünki hər kəsin ən çox da uşaqların sevdiyi bir proqram olacaq, maraqlı olacaq onlar üçün. Belə Canana, davam edək. Növbəti iştirakçını dəvət elə. Növbəti iştirakçımız Mətanət İskəndərli. SMS kodu 2 hazırlaşır və gəlir. Buyur Mətanət xanım. Xoş gəlmisən. 你好，gitar yox, Yapon gitar dilində salamdır. Mən Azərbaycan dilində sizi hamınızı salamlayıram. Mən bugün Kitay qızıyam, Yaponda. Belə. Yaponsa yoxsa Kitay? Onların Gitay. geyimləri bənzəyir bir-birinə. Ən çox Kitay paltarına oxşur bu. Göstər. Görək sən Kitay qızı obrazında necə özü təqdim edəcəm.
Mətanət İskəndərli, SMS kodu 2. Buyur Mətanət, tamaşaçıları salamla. Hamınızı ni hao. Mən Mətanətə baxdım. Sanki Nayna xanımın körpəliyini gördüm. Gələcəkdə mən də ümid edirəm ki, Nayna xanım kimi sən də belə tanınmış əməkdar artist olacaqsan. Çünki Конечно, məndə axı 4 dənə iş olacaq. Поскромнее, Мэтанет, помнишь, я тебе сказала? Что? Ничего. Nayna xanım deyir ki, mən sənə demişdim, yadındadır bu sözlərim. Yəni səndən gözləyir. Həm aktrisa kimi özünü təqdim edə bilirsən, həm model kimi. Mən səs istəyirəm Kitaydan, Yapondan, adamlardan. Çünki özüm də Kitay qızı, Yapon qızıyam. Təşəkkür edirik Mətanət. Fəxri xanım eşidək. Mətanət, biraz istəyirsən yenə də gəl ortaya. Əslində keçən dəfə təbii ki belə bir vəziyyət yaranmışdı ki, bizim Mətanət xanım da tərk eləyə bilərdi yarışmanı. Amma bayram həftəsi idi və biz təbii ki müsif olaraq qərar verdik ki, qalsın. Və nə yaxşı ki bu qərarı verdik. Mən bu həftələr ərzində ən gözəl Mətanətin ən gözəl çıxışını bu gün gördüm. Həm Mətanətin çıxışlarından məncə ən gözəli buydu. Bir də çox böyük mənə zövq bəxş elədi. Mən elə xoşuma gəldi ki, yaxşı ki biz səni saxladıq keçən dəfə yarışmada. Bir də belə bilmirəm, kostyum, ya bu bənövşəyi rəng, bu çalarlar, saç düzümü və mən Mətanəti bugün tamamilə başqa cür gördüm. Çox yaraşdı sənə. Bir də bir dənə hərəkət görsədim, bunu Kitaydan eləyirlər. Hətta mən belə düşünürəm ki, elə bir ki olur da, hansısa üçün xalqın ya ölkənin kostyumu yaraşa bilər, ya onun mədəniyyəti uşaqların xoşuna gələ bilər. Məsəl üçün gedib orada da oxuya bilər hətta. Kitayda, Yaponiyada, hə? Necə? Nə düşünürsən? Orada gedib oxuya da bilərsən. Yaponiyada oxumaq istəyərdim. İndi Koreyada dəbdədir. Nəsə belə o Asiya ölkələri dəbdədir. Gənclər seçirlər oraları. Yaxşı. Onlar bir dənə hərəkət görsədim. Hərəkət göstərsən. Görəsən nə göstərir. Aha. Bu karatedir. Sən yoga haqqında nəsə bilirsən? Yoga, idman növü. Bax, məsəl üçün sən... Mən gimnastikaya getmişəm. Mən istəyərdim ki, sən bu hərəkətlər biraz oğlan sayağıdır. Sən bir dənə gözəl yoga hərəkəti göstər bizə. Məsəl üçün, mən yoganı çox sevirəm. İllərcə mən məsəl üçün yoga ilə məşğulam özüm. Bir gözəl yoga hərəkəti. Aha. Bozulursa. Aha. Bozulursa. Aha. Yaxşı. Yaxşı. Əslində yoga ilə məşğul olmaq o qədər faydalıdır. Çox faydalıdır. Aha. Hiss edirsən də. Aha. Çox gözəl. Hər şeydən məlumatı var. Yogadan da xəbəri var. Gözəl. Seçimi, musiqini də özü seçib. İnanın ki, burada hazırlaşıbdı hər şeyi özü. Axırda sizin üçün sürprizim var. Aha. Gözləyirik. Təşəkkür edirəm. Hicran xanım eşidək. Mətanət yarışmanın əvvəlində olduğu kimi sonuna qədər öz dəcəlliyini göstərir və başqa uşaqlardan elə bu dəcəlliyinə, şıltaqlığına görə fərqlənir. Geyimi də gözəldir, özündən o Kitaylar kimi bir... Yaraşdı da ona bu. Yaraşdı, bir xırda toxunuşlar deyilib, olub əsl Kitay qızı. Bu rəng sənə də çox yaraşır. Mətanət, mən sənə nə deyim, sən hər dəfə qəşəng bir şou göstərirsən, gözəl aktrisalıq qabiliyyətin var, gözəl modellik qabiliyyətin var. Nayna xanım, siz onunla üzr istəyirəm, məşğul olsanız çox gözəl aktrisa olar ondan Нет, я тебе gələcəkdə. скажу, это Раван, честно говоря, это, наверное, вот сегодняшний ее выход самый лучший из всех ее выходов.
Mən sözün düzünü demək istəyirəm, deyir Nayna xanım. Bugünə qədər onun etdiyi çıxış, göstərdiyi çıxışlar arasında ən gözəl çıxış bugünkü çıxışı idi deyir. Вот честно, этот зонт, эта пластика, этот костюм. Xoreografımız Bu Nahid zon, bəyə bu təşəkkür geyim, edirik. bu Замечательно. kostyum, bu plastika, И hər bir причем şey ты bir-birini знаешь, что мне tamamlayır deyir. понравилось, что она шла и она не делала на сцене лишних движений. Это O поправлять платье. səhnədə, Дети часто podyumda, это делают. yürüşündə heç bir artıq əskik, hansısa bir hərəkətlərə yol vermədi və hər bir detallara qədər fikir Да, да, и verdi. вот эти вот стрелки, не знаю, вот как будто вот это для nее, она как будто вот Gözünün почувствовала. kənarlarında olan Saçındakı o Нет, мне yaponların понравилось Bəli, на самом hər деле. biri Да, bir-birini да. tamamladı. Bəli, çox gözəl. И видно, что она дома тренировалась, она Çox старалась. istedadlı видно, qızdır что она Mətanət, çox. Yox, inanın ki, bura gələndə əlinə alıb o zontika, geyimi də geyinib gəlib heç özü bilmir. Тогда надо дома тоже репетировать. Yəni Я сама все уже придумываю, когда сплю и когда... Mən yatanda, это хорошо, что duranda ты во всем düşünürəm, Azərbaycanla danışım hər Mətanət. şeyi düşünürəm. Səni də tərcümə edirəm. O da maraqlıdır ki, görürsüz öz təxəyyülündə o obrazları Yarada yaradır. Bu artıq rejissorluqdur. O da var. Super. Bəli, Hicran xanım davam edin. Üzr istəyirəm, fikrinizi yarıda qoydum. Fikirlərimi həmkarlarım yekunlaşdırdı, tamamladı demək istədiyim. Yəni artıq heç nə deməyinə ehtiyac qalır, nə də ki. Sizcə Mətanətin bu günə qədər çıxış etdiyi çıxışlar arasında ən gözəli bu idimi? Mətanətin çox çıxışları. Mətanət Deyirəm, arxaya hamısı dayan zəhmət yadımdadır. olmasa. Bir hamısı Mətanət yadımdadır. Hərəsində bir fərqlilik var. Keçən dəfə ocaq idi, hə? Zontu Od bağla. çərşənbəsi idi də. Od Məni çərşənbəsində görmürəm Hicran xanım. bilmirəm, siz fikir verdiniz, o ortalıqda bir alov kimi bir özündən maraqlı bir hərəkətlər, bir jestlər eləyirdi. İndi tamam bir başqa. Elə bir uşaq hər dəfə o oynadığı rolun tam özünə mənimsəyir. Qəşəngdir, çox gözəl, mənim xoşuma gəldi həqiqətən. Mətanət, sən bu istedadını itirmə. Yəni böyüyəndə də çalış, itib mən batmasın. gələcəkdə əməkdar artist olacağam deyəsən arzusuna doğru Ben gedir. neyim? Anam da muhannidi, nenem de muhannidi, kardeşim de muhannidi. Bəli. Bizə gələcəkdə bir Mətanət İskəndərli lazımdır da, elə deyil. Bəli. Nənənin davamçısı olacaqsan da. İnşallah. Nənən Ona dəstək söz olur deyim. sənə? Nənən dəstək olur sənə? Deyir malades, ne gəlirsən? Nə deyir? Malades. Baxır çıxışlarını, izləyir. Onu göstərirəm, özü aça bilmir. Hə, sən göstərirsən. Xoşuna gəlir də əsas odur. Biz də salamlayırıq efir vasitəsilə dəyərli sənətkarımız, Respublikamızın əməkdar artisti Mətanət xanım İskəndərlini və həqiqətən qan çəkir, nə olur olsun, istedad deyir o gendən gəlir, qandan gəlir. Mətanət də hər həftə, 7 həftədir ki, maşallah olsun, fərqli obrazlarla. Heç biri oxşamır bir-birisinə. Bəli, bugün onu bu geyimdə gördüm, dedim sən əməlli başlı Kitay qızlarına, Çin qızlarına oxşayırsan. Çok güzel. Təbrik edirik Mətanət səni və Mən sənə bir sual alqışlarla. vermək istəyirəm. Sən bu yürüyüşü Nayna xanımdan öyrənmisən, bu əl hərəkətlərini? Bir də gördüm belə eləyir, mən də belə eləyirəm. Yəni görürsüz Nayna xanımın burada, o sizin əl hərəkətlərinizi götürüb. Yəni Götürmə qabiliyyəti demək ki, bəli, yaxşıdır. Nayna Görürəm. Hə, Да. Aksesuarlarına fikir verin. Əsl o Kitayların saçlarında elə Mən bu bir. saçı özüm Könül mama xanıma təşəkkür göndərirəm, edirəm makyajı mən də. özüm göndərirəm, paltarı halat deyirəm, belə də. hamısını özü Нет, seçmir, очень seçmir. красиво. На самом деле, Sizin- сегодняшний номер был замечательный. Sizin üçünüzün çox oxşur Gitay gözlərə də, ən çox Nayna xanımın, çünki özdə linzi kimidir, amma özü belə o göz rəngindən doğulub. Я не знаю, что ты говоришь, но спасибо. Bilmirəm sən nə deyirsən, amma Rus da təşəkkür. Rus dilində deyirdi. Ты уже задержалась на сцене, сядь. Təşəkkür edirik. Mətanət İskəndərli SMS kodu 2. Dəyərli izləyicilərimiz, Mətanət İskəndərlini bu yarışmada görmək istəyirsinizsə, number1.az saytına daxil olub, səs verib dəstək ola bilərsiniz və Canana, buyur sonuncu iştirakçımızı təqdim et. Sonuncu iştirakçımız Xədicə Quliyeva. SMS kodu 7. Nə gözəlsin Xədicə, xoş gəlmisən. Siz də çox gözəl. Sağ ol. Təqdim elə özünü. Mən bu gün İspan qızıyam. İspan dilində salamla. Hola. Ola. Çıxışına baxaq, sonra fikirlərini söyləyərsən.
edirik. Xədicə Quliyeva, SMS kodu 7. Xədicə, buyur tamaşaçıları salamla. Mən bugün yenə mənim famil babamdan səs gözləyirəm. Famil babama çox təşəkkür edirəm. Mənə çoxlu səs verir. Famil baba inşallah ki səni izləyir və səs verəcək ki, sən gözləmə otağında qalmayasan. Növbəti cizgi film qəhrəmanı olmaq istəyirsən? Hə. Hansı obrazda özünü görürsən? Bilmirəm. Hələ düşünməmisən. Sevdiyin cizgi film hansıdır? Ən sevdiyim Onu da bilmirsən. Söz verək. Aha, Hicran xanım fikirlərini söyləsin. Jasmin. Jasmin obrazında. Gələn dəfə sənin... Maşallah olsun. Uşaq sanki gözü ilə danışır. Həqiqətən, çox gözəl uşaqdır. Gələn dəfə səni Jasmin obrazında görmək istəyirik. Əgər baban səs verəcəksə, sən bizim yarışmanı tərk etməyəcəksənsə, Jasmin obrazında mən də istəyirəm səni. Çünki Jasmin də belə gözəl, arıq qız oldu. Bəli, əsmər, arıq incə bir qız oldu. Bəli, bilirsən də, Seyrli xalçası olub, uçub, elədinin yanında. İzləmişsən. Nayna xanım, siz də fikirlərinizi söyləyin. Canana, çok güzel кызды. Она мне очень нравится. Она очень красивая, она очень пластичная. Я даже скажу больше, если бы она бы занималась балетом с 3 или с 5 лет, может быть, даже и сейчас не поздно, то из нее даже могла бы получиться прекрасная балерина. Она мне очень нравится, она очень красивая, очень сценичная. У меня слов нет. Она прекрасная девочка. Bəli, mən də çox xoşuma gəldi. O rəqs edirdi, buralarını tərəf edirdi. Нет, она замечательная. Bir sözlə Nayna xanım demək istəyir ki, çox gözəl çıxış edir Xədicə və əsl onun söylədiklərinə görə istədiyi obraz yarada bilir. Bəli, obrazları yarada bilir. Fəxriyə xanım, sizi də eşidək. Xədicə, çox xoşumuza gəldi. Sən gəl bir ortaya yenə baxaq. Ay, nə gözəl. Ətək gördünüz də, ətək elə bir burada... Ay, bir də fırlan. Nə gözəl. Ətək bu İspan rəqsinin əsas elementidir. Qırmızı, qara, çox da gözəl alındı səndə. Nə qədər məşq elədinmi? Bu hərəkətləri, baxdın mı hansısa bir rəqslərə, ya elə özündən sən də can mətanət kimi, sən də özündən fikirləşdin, ya baxdın hansısa rəqs? Baxdın, nə qəşəng. Orada baxdığın rəqslərdə, yəqin ki, gördün də rəqqasələr çox gözəl əl hərəkətləri də eləyirlər. Xoşuma gəldi. Bundan qabaq İspan rəqslərinə baxmışdın, ya sadəcə bu yarışma üçün nə gözəl. Həm də ki, görürsünüz, uşaqların dünya görüşləri artır. Müxtəlif xalqların kostyumlarını, rəqslərini öyrənirlər. Çox bəyəndim. Çox gözəl. Təşəkkür edirik Fəxriyə xanım. Çox yaraşdı sənə. Təşəkkür edirik. Xədicə Quliyeva, SMS kodu 7-dir dəyərli izləyicilərimiz. Xədicəni bu yarışmada görmək istəyirsinizsə, numbervan.az saytına daxil olub 15 10 20 50 100 250 və 500 səs göndərə bilərsiniz. Və reklama neçə dəqiqəmiz qalıb Orxan? Hə, 1 dəqiqəmiz qalıb. Səs vermənin yollarını da başa sal. Səs vermək üçün dəyərli izləyicilərimiz numbervan.az saytına daxil olursunuz Google-dan. Tanıyın bizi model papkasına daxil olursunuz. Burada gördüyünüz, bəyəndiyiniz iştirakçılara səs vermək üçün onların ad soyadlarını qeyd edirsiniz. Bir səs 1 manatdan hesablanır, əlavə heç bir ƏDV və ya faiz tutulmur. Qeyd edim ki, bugün 4'lük seçiləcək yarım finalçılar. Odur ki, çox-çox diqqətli olmağınız xahiş olunur. Hər biri, 5 iştirakçının hər biri biri-birindən istedadlıdır. Bu dəfə o qədər tamaşaçıların seçimləri ilə razıyam ki, baxın, 5'likdə olan iştirakçıların 5'i də istedadlıdır. Bugünə qədər 7 həftə ərzində biri-birindən maraqlı, yadda qalan çıxışlarla qarşınızda olublar.
və reklamdan dərhal sonra Canananın ifası olacaq. Canananın ifasından dərhal sonra ilk yarımfinalçımızın adı bəlli olacaq. Reklamlara bağlanırıq. Sen benim yazılmamış kanunum, bozulmamış fermanım, arzularım sultanım. Sensiz nice dumanım, ahı geçmez zamanım, söner ışığı dünyamın, senden alırım ceryanı. Sevmemişem herkes kimi yalan dolan, sen bana aziz olan dolma olan. Sen istersen bu dünyanı sana göre, lazım gelse bir gecede yandıraram. Yarım sen bana lazım, yarım sen alan yasım. Sensiz bu dünya boştur, sen olmazsa olmazım. Sen benim yazılmamış kanunum, bozulmamış fermanım, arzularım sultanım. Sensiz nice dumanım, ahı geçmez zamanım, söner ışığı dünyamın, senden alırım ceryanı. Sevmemişem herkes kimi yalan dolan, sen bana aziz olan dolma olan. Sen istersen bu dünyanı sana göre, lazım gelse bir gecede yandıraram. Yarım sen bana lazım, yarım sen alan yasım. Sensiz bu dünya boştur, sen olmazsa olmazım. Yarım sen bana lazım, yarım sen alan yasım. Sensiz bu dünya boştur, sen olmazsa olmazım. Təşəkkür edirik Canana İskəndərli. Və ürək döntülərini eşidək Orxan. Ürəklərimizin döntülərini eşidək. Nəhayət ilk yarımfinalçımızın adı bəllidir. Səs vermə davam edir dəyərli izləyicilərimiz. Eşidək Orxan, ürək döntülərimizi eşidək, biraz həyəcanlanaq. Sizcə Fəxriyə xanım Xələfova, dəyərli Respublikamızın əməkdar incəsənət xadimi, sizin fikrinizcə tamaşaçılar ilk yarımfinalçımız kimi bəlli ediblər? Kimi seçiblər? Çox çətin sualdır. Mən düşünürəm ki, biz elə açıqlamanı gözləyək. Amma bir beyninizdə bir fikirləşdiyiniz, düşündüyünüz bir şəxs var mı adı? Mən sizdən nəyi soruşmaq istəyirəm? Yəni yarım finala seçilən iştirakçımız o yarışma boyunca toplanan balların nəticəsində? Xeyr, tamaşaçıların bugünkü verdikləri səsə. Ancaq bugün. Bəli, bəli. Ancaq bugün. Bugün
çox gözəl çıxış elədilər iştirakçılarımız. Çox çətindir mənə. Fəxriyə xanım heç bir zaman açıqlama demir, qıymır heç bir uşağa. Can, təşəkkür edirəm Fəxriyə xanım, var olun. Çox sağ olun. Respublikamızın əməkdar artisti Nainə xanım İbrahimova nə düşünür? Yenə də uşaqları incitmək istəmirsiniz. Я тебе скажу, что вот на самом деле им повезло, да, очень у нас доброе жюри, честно. Mən sizə demək istəyirəm ki, onların bəxti gətirib ki, bizim çox mehriban jüri heyətimiz, münsif heyətimiz var. Ну как можно судить детей? Я честно не могу. onları Но я birbirlərini не хочу никого seçmiyorlar. травмировать, понимаешь, Раван. Каждый из них старается. Мне Onların нравится эта içərisində hər передача biri çalışırlar, тем, əziyyət что она çəkirlər. костюмированная. Что, кстати, помимо вот того, что да, они хотят быть моделями, они уже стараются ходить в сложных костюмах. Правда, Фахрия Ханум, да? Где невозможно даже сделать повороты. И как бы над ними еще мало работали, да? Но уже они уже каждый приспосабливается к образу, к стране, к культуре, даже к языку. Они что-то делают. Ну как каждый из них от duşu что-то здесь делает. Поэтому я всех поддерживаю. Və nəhayət birinci yerin sahibinin adını açıqlayacağam. Buyurun. Can xanım. Seçim eləyə bilmərəm. Sadəcə fikir verirəm, bayaqdan Elay əlini tutubdu, dua edir. Bəli, görürəm. Beləliklə, tanıyın bizi model layihəsinin ilk yarımfinalçısı. Digər iştirakçıdan 7 səs fərqi ilə SMS kodu dualarını Allah eşitdi. SMS kodu 8 olan Elay Quliyeva. Elay xanım, gəl. Qızım, qalx. Yarımfinalçı adını qazandın. Niyə üzülürsən? Yoxsa sən bugün qaldın yarışmada. Bugün həftənin birincisisən. Sevinmirsən Elay? Niyə keyfi yoxdur Elay? Niyə? Yaxın plandan verək Elayı. Nə oldu? Kim sənin xətrinə dəyib? Həyəcandan dua edirdi. Sən dua edirdin mi? Elə bilirdi tərk edəcək. Sən qaldın və birinci oldun. Çünki anan sənin bu cür əziyyət çəkib, gecə ilə sənin üçün geyim hazırlayıb, bu cür gözəl, fərqli bir obrazdasan və biz hamımız sənin birinci olmağı gözləyirdik. Uğurlar sənə. Və baxın, həqiqətən tamaşaçılar çox obyektiv qərar verirlər, yanaşırlar və nəhayət 7 səs fərqi ilə ikinci yerin sahibi də artıq bəllidir. Neçə dəqiqəmiz qalıb Orxan efirin bitməyinə? 9 dəqiqəmiz. Səsvermə hələ ki davam edir. Elay ora gətir. Elay gəl. Seçilib. Elay yarışmada qalır. Ay Elay, elə baxanlar elə bilər tərk edirsən yarışmanı qızım. Sevin, ilk yarımfinalçı adın qazandın. Bəli, Elaydan 7 səs fərqi ilə geridə olan, hansı ki verilişimiz başlayandan eyni səs gedirdi. İkisində də mübarizə aparırdılar və nəhayət çox intizarda saxlamaq istəmirəm. SMS kodu 17 olan Hüseyin Dadaşov. İkinci yarımfinalçımız və üçlük Xədicə Quliyeva, Mətanət İskəndərli, gözləmə otağının daimi sakini və Pınar Nəsibov. İnanın ki, mən sizi o qədər gözəl başa düşürəm, dəyərli münsiflər heyəti. Mənə belə çox çətindir seçim etmək. Mənə belə çox çətindir seçim etmək, çünki hər üçü çox istedadlı uşaqlardır. Kaş ki, əlimizdə belə bir imkan olaydı, heç birini çıxartmazdıq yarışmadan, davam edərdilər. Amma 7 həftədir bunlar mübarizə aparırlar və bu mübarizənin bir sonu olmalıdır. Yoxdur, çıxanlar ikinci bizim yarışmamıza qatılar. Davam edir, dəyərli izləyicilərimiz, ürək döntülərimizi eşidək. Növbəti yarımfinalçımızın adı bəllidir artıq. Kimdir o? Həyəcanlı anlar. Kimdir? Bəli. Növbəti üçüncü yarımfinalçımız kimdir? SMS kodu
Həyəcanlanıram, ay Rəvan, tez ol, de. SMS kodu 7 olan Xədicə Quliyeva. Və İspanlılar keçib. dəyərli münsiflər heyəti 2 nəfər qalıb gözləm otağında. Qalxın zəhmət olmasa ayağa. Mətanət İskəndərli və Tunar Nəsibov. Sizcə? Seçim etməliyik. Yox, seçim tamaşaçılarındır. Sadəcə fikirlərinizi bildirin. Artıq yarım finalda. İkisinin də ifası çox gözəl idi. Özünə məxsus xarakterlər, obrazlar. Düşünürəm ki, biz necə fikirləşək? Yenə də davam edə bilərlər. Мы можем обоих как-то, да, здесь? Yox, bugün biri tərk etməlidir Naina xanım. Çünki artıq yarışmamızın sonuna gəlib çatırıq. Оба çok güzeldi. Ты как джентльмен можешь ей уступить? Я задаю вопрос. Мы тогда Zaten biz ötən проголосуем həftə за mətanəti девочку. saxlamışdıq Ну или yarışmada. Hicran Hanım, конечно. Biri efirin verilişin ən yaraşıqlısıdır, o biri də ən şıltaqlıdır. Seçənlərə. Və beləliklə, dəyərli izləyicilərimiz, neçə dəqiqəmiz qalıb efirimizin bitməyinə, Orxan? Açıqlama olmamış, mən istəyərdim Mətanətdən bir ifa Mətanətin gəlsin. ifasını eşidək, zəhmət olmasa, Orxan. Mətanət, Açıqlama gəl. bəlkə dəyişiklik etdi. Gəl Mətanət. Sevərək, gülərək. Çünki burada bilirsiniz ki, hamınız Mətanət, qalibsiz. üzülmək yox. Bəli.